Babamdan bizlərə yadigar qalan, hətta bizim mətbəxlərə qədər gəlib çatan bu yeməyin adının tam olaraq nə olduğunu mən də bilmirəm. Bəzi yerlərdə əzmə, bəzi yerlərdə isə piti deyilir. Bildiyim tək bir şey var, bu ləzzəti öncələri babam, sonra anam, indi isə biz mətbəximizdə sevərək hazırlayırıq. Əgər sizdə də bu ərzaqlar varsa, mütləq bir dəfə də olsa bunu sınayın, sınamağa dəyər. Bu paylaşımımın yeni evlənmişlərə, təzə gəlinlərə çox faydası olacağından əminəm. Onun üçün paylaşıram ki, sizlər də yararlanasınız. Toyuğu ən gözəl şəkildə necə hissələrə ayırmaq lazımdır, sizə göstərməyə çalışdım. Bunu paylaşmaq necə ağlıma gəldi? Yeni evlənmiş bir izləyicim var və bu şəkildə paylaşmamı xahiş etmişdim. Ümid edirəm ki, onunla bərabər digər hər kəsə fikir olmuş olar. İzlədiyiniz üçün təşəkkürlər. Bəyən etməyi, rəy yazmağı unutmayın. Mən bu şəkildə doğrayaraq toyuğu tam 12 hissəyə ayırıram. Sizlər necə toyuğu ən az neçə hissəyə parçalayırsınız? Bu şorbanın adı çətin olsa da hazırlanmağı asan, yeməyi isə bir o qədər ləzzətlidir. İlk olaraq qazançaya yuduğumuz mərci və düyünü əlavə edib yaxşıca qaynadırıq. Onlar bişənə qədər soğança hazırlayıb şorbanın üzərinə əlavə edirik. Çorbamız hazırdır. Limon və pul biberlə dadlandırıb nuş edirik. Hazırlayanlara nuş olsun. Həm diyetlərdə, həm də normal zamanda istifadə olunan qarabaşağı mən qovuraraq hazırlayıram. Sizlərə də qovuraraq hazırlamağı tövsiyə edirəm. Çünki qovuraraq hazırlanan qarabaşaq çox ləzzətli olur. İstifadə etdiyim bütün tərəvəz və ərzaqları açıqlama hissəsində qeyd edəcəm. Sizdən xahişim bəyənməyi və hazırlamağı unutmayın. Əgər sizdə fərqli və dəyişik bir pilav eləmək istəyirsinizsə, mütləq bu pilavı bir dəfə də olsa hazırlayın. Lazım olacaq ərzaqlar çox asandır. Düyü, qarğıdalı, duz, istiot və kərə yağı. Qarğıdalı ilə kərə yağının birləşməsindən gələn qoxunu isə siz ancaq bişirəndə hiss edəcəksiniz. İlk olaraq yağda qarğıdalını qovururuq, üzərinə ədviyyatlarını qoyub, düyünü yuduqdan sonra üzərinə əlavə edirik. Sonra isə qazanın qapağını bağlayıb, vam odda bişiririk. Miqdarı və ölçülərini və bişirmə nöqtəsini mütləq aşağıda qeyd edəcəm. Siz isə bəyənməyi, rəy yazmağı unutmayın. Çekme. Al. Evinizdə qış ərzaqları ilə çox ləzzətli salat hazırlaya bilərsiniz. Mən sadəcə 4 ərzaqdan istifadə elədim. Kələm, kök, cəfəri, qarğadalı və şorxiyar. Üzərinə mayonez yaxud xama. Mən həm mayonezdən, həm də xamadan istifadə elədim. Duz istiyorsa ağız zövqünüzə görə. Hazırlayan hər kəsə indidən nuş olsun. Həm ləzzətlidir, həm də asan. Siz də ən qısa zamanda mütləq hazırlayın. Vitaminlərlə zəngin, həm bəsləyici, həm də yağ yandırıcı meyvə suyu istəyirsinizsə, bu şəkildə evdə özünüz hazırlaya bilərsiniz. Soq çəkən aparatdan hazırlasaz daha yaxşı olar. Biz kokteyl aparatında hazırladıq, biraz əziyyətli oldu. İlk olaraq nələr istifadə etdiyi miqdarı ilə aşağıya qeyd edəcəm. Zəncəfil və limon sayəsində çox mükəmməl yağ yandırıcı bir özəlliyə sahibdir. Səhər-səhər ac qarnına 100 ml içmək kifayət edir. Hazırlayıb soyuducuda 3-5 gün ərzində saxlaya bilərsiniz. Hazırlayan hər kəsə indidən şifa olsun. 3 ədəd qaralmış bananı çox gözəl şəkildə pankek olaraq dəyərləndirdim. İnanın, bundan sonra bananları bu şəkildə qaraldıb elə pankek hazırlayacağım. Çox gözəl, çox ləzzətlidir. Sizlərə də tövsiyə edirəm. Uşaqlar sevərək yedi. Hətta davamını da istədilər. İlk olaraq onu deyim ki, açıqlama hissəsinə bütün ərzaqları qeyd edəcəm. Hazırlanma qaydası olduqca asandır. 2 yumurta, 6 xörək qaşığı şəkər, yarım stəkan duru yağ, 1 stəkan süd, 8 qaşıq un, 3 xarab olmuş banan, biraz qabartma tozu, 1 paket şəkər vanil. Çox ləzzətli, çox
möhtəşəm bir daddır. Sizə də hazırlamağınızı tövsiyə edirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Allah'a əmanət olun. Badımcanı belə qızartmadan ləzzətli badımcan qızartması yemişəm deməyi bu üsulla badımcan qızartın və həyatınızda yediyiniz ən dadlı badımcan qızartması olsun. Badımcanı qızartmadan öncə qızartdığınız yağa bir neçə qaşıq nişasta qatın. Nişasta həm badımcanın tam yağlanmasının qarşısını alır, həm də badımcanı olduqca xırçıltılı edir. İçi yumuşaq, üstü xırçıltılı. Bu üsulla hazırlayan hər kəsə nuş olsun. Bugün səhər yeməyinə tost hazırladıq. Tostu yoldaşım hazırladığı üçün sumumu da ona bıraxdım. İki tikə kəsdi. Çox gözəl idi ikisi də. Birini özü yedi, birini də qızına verdi. Buradan görülür ki, mənim pabucum damdan da o tərəfədir. Nəysə, gələk ləzzətli tostun hazırlamasına. Ləzzətli tostu hazırlamaq üçün mütləq sucuqlar qızardılmalı. Sonra isə çörəyin içi çıxarılmalı. Bu şəkildə öncə kərə yağı, sonra acılı bir sos, əgər acı sevirsinizsə, sonra kaşar pendiri, ardınca sucuq, sonra isə yenə nəzik doğranmış olan pendir. Bizdə toster böyük olduğu üçün 2 çörəyi birdən qoymaq mümkündür. İkisini də qoyduq və yaxşıca kişi qüvvəti ilə əzişdirdik. Sonra ləzzətli bir tost alındı. Sadəcə 20 dəqiqə hazırladığım plovu sizinlə də bölüşüm. İlk olaraq zeytun yağı ilə kərə yağını əridib, öncədən doğrayıb qaynatdığım əti yaxşıca qovururam. Sonra isə üzərinə düysünü, noxudunu əlavə edirəm. Biraz da onları qovurduqdan sonra suyunu əlavə edib, tuzunu da qatıb, qapağı bağlayıram. Budur artıq suyu tam çəkilib, plov hazırdır. Hazırlayın. Hər kəsə indidən nuş olsun. Bugün sizlərlə günlərlə qalıb bayatlamayan buzluq çörəyi hazırlayaq. İlk olaraq əritdiyimiz kərə yağı ilə yumurtanı yaxşıca qarışdırırıq. Üzərinə duru yağını, südünü, çörək otunu, unu, qabartma tozunu əlavə edib ələ yapışmayan xəmir yoğururuq. Xəmirimiz yoğrulduqdan sonra mandalin böyüklüyündə kündələrə ayırıb, üzərinə yumurtasını çəkib, çəngəl vasitəsilə şəkil verib, sobanın orta gözündə 170 dərəcədə üzəri qızarana qədər bişiririk. Hazırlayan hər kəsə indidən nuş olsun. Əminəm bu qədər asan üsulla xiyar turşusu bağlamamısınız. İnanın, xiyar turşusunu bağlamaq bilməyən insan belə bu üsulla çox asanlıqla turşu hazırlayır. İlk öncə xiyarları bol su ilə yuyub hər iki tərəfindən baş hissələrini kəsdim. Bankalara yığıb 2 saat suda gözlədim. Sonra isə bankaların suyunu boşaldıb üzərinə xren yarpağı, şüyüd, duz, uksus və dənəvər istiot, bir də dad verməsi üçün bir parça biberi əlavə edib qaynar suyunu döküb qaynatmadan bağladım. Xırçıltılı, ləzzətli çox gözəl xiyarlar alın. Sizlər də bu üsulla hazırlaya bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Evdə yeyilməyib qalan almaları alma piroq olaraq dəyərləndirdim. İlk olaraq piroqun üzərinə gedəcək almalı qarışımı hazırlayıram. Almaların qabığını soyub, kvadrat şəklində doğrayıb, üzərinə darçın, şəkər və limon suyunu əlavə edib yaxşıca qarışdırıram. Sıra gəldi piroq xəmirinin hazırlanmasına. Xəmirə istifadə etdiyim bütün ərzaqları miqdarı ilə açıqlama hissəsinə qeyd edəcəm. Xəmirimiz hazır olduqdan sonra şüşə soba qabına öncə xəmirimizi, sonra hazırladığımız almalı qarışımı, daha sonra üzərinə qoz əlavə edib sobanın orta gözündə 170 dərəcədə 40 dəqiqə bişirirəm. Artıq piroq hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Bişirdiyiniz spagettinin dəndən və xəmir olmağını istəmirsinizsə, mütləq siz də spagettini qazana əlavə etmədən öncə dolu bir qaşıq duz, 2 qaşıq duru yağ əlavə edib spagettiləri bişirin. Sonra isə içərisinə soyuq su ilə dolu buzları əlavə edin. 2 dəqiqə gözlədikdən sonra süzün və belə dəndən spagetti sizdə də alınacaq. Göyərtiləri hər zaman bol su ilə yusam da, qabın dibinə çökən tozları görməmək mümkün deyildi. Ta ki bu üsulu kəşf edənə qədər. Artıq göyərtiləri soda ilə yuyuram. Yuduqdan sonra çay dəsmalının arasında quruduram. Daha sağlıqlı, təmiz və uzun ömürlü olur. Bildiyiniz başqa bir üsul varsa yazın, biz də faydalanaq. Zənginliyi saymaqla bitməyən, insan üçün lazım olan bütün mineralları özündə birləşdirən, folik asidin ana qaynağı olan pərpətöyünü bugün salat olaraq sınadım. Çünki bu salatda məhz pərpətöyünün əsl dadını hiss etmək mümkündür. Həm də soyuducuda bir neçə gün qaldığında belə dadından 1 qram belə ləzzət itirmir. Bizə lazımdır qatıq, yaxşıca yuyulmuş və doğralmış pərpətöyün, 2-3 diş sarımsaq, bu sizin zövqünüzə görə, zeytun yağı və duz. Bu salatı hazırlasanız çox sevəcəyinizdən əminəm. Bu üsulla hazırlayan hər kəsə indidən nuş olsun. Atalar misalıdır. Deyirlər qulaq hər gün yeni bir şey eşitməsə kar olarmış. Biz də hər gün sosial şəbəkələrin sayəsində yeni şeylər öyrənirik. Öyrəndiyim bir çox faydalı bilgiyi sizinlə öncə sınayıram, sonra da paylaşıram.
Doğrusunu etiraf etsəm, bizdə heç bir meyvə həftələrlə qalmır. Sadəcə bananı 5 gün müddətinə bu şəkildə yoxladım. Heç bir qaralma olmadı. Necə almışdımsa o şəkildə də təmiz qaldı. Belə olan halda dedim ki, bu fikri sizinlə mütləq bölüşüm. Siz də faydalanın. Əgər sizdə meyvə qalırsa, qaldığı üçün tullanılıb, israf edilib atılırsa, mütləq bu üsulu yoxlayın. İşinizə çox yarayacaq. Çox sevilən maqnoliya şirniyyatını necə hazırlayıram? Gəlin bərabər baxaq. İlk olaraq qazana yumurtanın sarısını, şəkəri, unu, nişastanı və südü əlavə edərək vam ocaqda bişirirəm. Sonra isə mühallebi bişənə qədər mən çələkləri doğrayıb, piçeniləri rondodan keçirirəm. Ardınca bişən mühallebinin üzərinə qaymaq və vanili əlavə edərək pürüzsüz hala gələnə qədər yaxşıca qarışdırıram. Qarışdırdıqdan sonra sırasıyla əlimdə olan desert qablarına yığıram. Hər zaman restoranlarda sevərək yediyimiz künəfəni bu səfər evdə hazırlamaq qərarına gəldim və bunun üçün saxsı qablardan istifadə elədim. Yaxşı da ki, istifadə etmişəm. Çox ləzzətli, çox gözəl künəfələr alındı. İstifadə etdiyim bütün ərzaqları açıqlama hissəsində mütləq qeyd edəcəm. Sizlər də saxsı qablarınız varsa, mütləq bu ləzzəti evdə hazırlayın. Sizdən də xahişim bəyənməyi və yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.